Salam, hər bir vaxtınız xeyirli olsun. Mən belə bir pultu təmirə gətiriblər. Orta barabanı sınıb içindədir. Problemi var indi. Ortanı nəticəni bir yerdə izləyək. Pultu açmağa davam edirik. Olan hissə bu hissədir. Müştəri tərəfdən müdaxilə olunmadığına görə bunu lazerlə işləyəcəyik. Bunu özləri ev şəraitində açmaq istəyirlər. Bu hissələrdə zamokları sındırıblar və burada nə kir var hamısını biz təmizləyəcəyik. Hazırda ölçü vahidini götürürük. Həmən hissəni lazerlə deşirik. Lazer vasitəsilə deşdik. Həmən hissəni dəmirdən yığdıq, iş qarantiyalıdır. Demək, laboratorun adaptera qoşuruq, beyin dərəcəsini ölçürük, prosesinin qızmasına baxırıq. İş prinsipində gecikmə yoxdur. Demək, balansı yerində, hər bir şey yerində. Demək, hamısı yerində. Knopkalar işləyir, okey işləyir, hər bir şey işləyir. Demək, belə bir kaburaya da qoyduq. İşlətmədiyi dövrdə bu qaydada saxlasaq daha yaxşı olar və qaranlıqda belə bir işıq verəcək. Demək, bu qədər. Çox sağ olun izlədiyinizə görə.